Balakən rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri keçirib. Polis şöbəsinə daxil olmuş məlumat əsasında rayonun Qazmakən sakinləri olan 55 yaşlı Şümeysət Əliyeva və qızı 34 yaşlı İlahə Əliyevanın yaşadıqları evdə əməliyyat axtarış tədbirləri keçirilib. Balakən rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Əliyeva Şümeysət Abdülməcid qızının yaşadığı evə baxış keçirilərkən onun evindən 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd edilən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Mahamılar kənd sakini Babayev Şəmrən Cəlaləddin oğlu özünə olan şübhələri yayındırmaq üçün tanışı Əliyeva İlahə Kiloğlan qızının vasitəsilə sonuncunun anası Şümeysət Əliyevaya verilmişdir. Kamran Babayevin yaşadığı evə baxış keçirilərkən onun evindən 46 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hər üç şəxs rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. Cabir Məmmədov, İlkin Akifoğlu, Səs TV, Balakən.